Əziz Tövbə Zamanı kanalı izləyiciləri, bu video çarxımızda İmam Hüseynə olan sevgimiz, onun uca məqamı və bu sevgidə şəriətin müəyyən etdiyi hədlər haqqında danışacağıq. Əhl-i Beyti sevmək iman bağımızın bir hissəsidir. Lakin bu sevgi bizi dua etməkdə, kömək və imdad diləməkdə yalnız Allaha yönəlmək prinsipindən uzaqlaşdırmamalıdır. Aşura günü isə müsəlman üçün həm şükür, həm də səbir günüdür. Musa Peyğəmbərin xilasına görə şükür, İmam Hüseynin şəhadətinə görə isə səbir və istircə məqamıdır. Bu mövzuda məqsədimiz təəssüb deyil, haqqı Quran və sünnənin işığında düzgün anlamaqdır. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Biz Hüseyn ibn Əli haqqında bilirik ki, o Allah Rəsulunun, Allahın ona salamı və salavatı olsun, qız nəvəsi, dünyadakı reyhanı və insanlar arasında ona ən çox bənzəyənidir. Onun mübarək ağzı Allah Rəsulunun öpdüyü yeri idi. O və qardaşı Həsən cənnət əhlinin gənclərinin ağalarıdır. O Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də sevilən möminlərin əmiri Əli ibn Əbu Talibin oğludur. Hansı ki, onu sevmək imandan, ona nifrət bəsləmək isə nifaqdan sayılır. O, dünya qadınlarının xanımı, Peyğəmbərin ciyərparası, pak Fatimə anamızın oğludur. O, Allahın hər cür çirkinliyi özlərindən uzaq etdiyi və onları tərtəmiz qıldığı Peyğəmbər ailəsinin, Əhl-i Beytin ən xeyirlilərindəndir. Peyğəmbərimiz Qədirxum günü onlar haqda belə demişdir. Əhl-i Beytin barəsində sizə Allahı xatırladıram. Yəni, onlar barədə Allahdan qorxun. O, Peyğəmbərimizin nəvəsidir. Biz onu sevirik, onu özümüzə doğma bilirik. Kim onu sevərsə, Peyğəmbəri sevmiş, kim də ona nifrət edərsə, Peyğəmbərə nifrət etmiş olar. Onun atasının və babasının haqqında möminlərin əmiri Ömər ibn Xəttabın ona dediyi bu sözləri deyirik. Məgər bizim başımızda olan bu saçları Allahdan sonra sizlərdən, Peyğəmbər nəslindən başqası mı bitirdi? Biz inanırıq ki, İmam Hüseyn məzlumcasına və haqsız yerə qətlə yetirilmişdir. Onu qətlə yetirən, bu qətildə əli olan və ya buna razılıq verən hər bir günahkar bədbəxtdən uzaq olduğumuzu bəyan edirik. İnanırıq ki, onun başına gələnlər Allahın ona olan bir lütfü, şanının ucaldılması və məqamının yüksəldilməsi üçün dünyavi bir səbəbdir. Bu, babasının insanlar arasında ən şiddətli bəlaya düçar olanlar peyğəmbərlər, sonra isə onlara dərəcə baxımından ən yaxın olanlardır. Kəlamının gözəl bir nümunəsidir. Allah bu sınaq vasitəsilə onu şəhidlik məqamına çatdırmış və İslam dəvətinin ilk illərində müxtəlif müsibətlərlə imtihan olunub səbr edən Əhl-i Beytin öndərlərinə qovuşturmuşdur. Beləcə, İmam Hüseyn də sınağa çəkildi və səbr etdi. Allah da şəhadət şərbətini içirməklə öz nemətini onun üzərində tamamladı. Çünki Allahın kəramət yurdunda, cənnətdə elə uca məqamlar vardır ki, onlara ancaq bəla və müsibətlərə səbr edənlər nail ola bilərlər. İmam Hüseyn də məhz həmin seçilmiş şəxsiyyətlərdəndir. Hüseynin şəhadəti bu günə qədər baş vermiş ən böyük müsibətlərdən biri idi. Hər dəfəsində onun müsibətini xatırlayanda atasının şəhadətinin şahidi olmuş Pak Sənubər Fatimə bint Hüseynin atası Hüseyndən, onun isə babasından nəql etdiyi bu kəlamı dilə getiririk. Bir kimsə müsibətə uğrayar və zaman keçsə belə, o kədərini xatırlayıb yenidən istirca edərsə, yəni innə lillahi və innə ileyhi raciun deyərsə, Allah ona həmin müsibətə ilk uğradığı gündəki qədər mükafat bəxş edər. Biz də innə lillahi və innə ileyhi raciun, Allaha məxsusuq və mütləq ona tərəf dönəcəyi deyirik. Ümid edirik ki, bununla da Allah Teala'nın haqqında buyurduğu o kəslərdən olarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allaha məxsusuq və mütləq ona tərəf dönəcəyi deyirlər.
Onlara Rəbbi tərəfindən bağışlanma və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardır. Bütün bunlarla yanaşı, ona olan sevgimizdə babasının bizə müəyyən etdiyi hududları aşmırıq. Çünki o belə buyurmuşdur. Xristianlar Məryəm oğlu İsanı həddindən artıq tərifləyib ilahlaşdıraraq, ucaltdıkları kimi siz də məni mət edərkən həddi aşmayın. Mən ancaq bir bəndəyəm, Allah quluyam. Elə isə mənim haqqımda Allahın bəndəsi və rəsulu deyin. Biz İmam Hüseynə yalnız Allaha məxsus olan dua və istiğasə, kömək diləmə kimi pərəstiş etmirik. Xristianların Məryəm oğlu İsanı və anasını ilahlıq mərtəbəsinə qaldıraraq şərik qoşduqları kimi, biz də Peyğəmbərimizlə və onun ailəsi ilə Allaha şərik qoşmuruq. Nə onun, nə də digər pak əhl-i beyt mənsublarının haqqında məsumluq və Allah tərəfindən vəhiy yolu ilə hökmlər təyin etmək kimi yalnız peyğəmbərlərə məxsus olan xüsusiyyətləri iddia etmirik. Əksinə, etiqad edirik ki, onlar Allah Rəsulunun gətirdiklərini ən doğru şəkildə tətbiq edənlər və onun hidayət yoluna ən çox bağlı olan kəslər idi. Biz bilirik ki, onlar da bir bəşərdir. Lakin insanlar arasında məqamı ən üstün, qədri isə ən uca olanlardır. Bununla belə, onlar heç vaxt Allah Rəsuluna olan qohumluqlarına arxayın olmamış, əksinə, onun dininə tabi olmaqda və şəriətin yaşamaqda hər kəsdən öndə olmuşlar. Necə ki, İmam Zeynalabdin Əli ibn Hüseyn belə demişdir. Ümid edirəm ki, Allah bizlərdən yaxşı iş görənə 2 qat mükafat verər. Eyni zamanda qorxuram ki, bizlərdən günah işləyənin üzərinə 2 qat məsuliyyət, günah qoyar. Eyni zamanda biz fəryad edib ağlamağı, üzə şillə vurmağı, yaxa cırmağı bizə qadağan edən və bu kimi əməllərin cahiliyyət əməli olduğunu bildirən babasına asi olmuruq. Allah Rəsulu demişdir. Ölü üçün ağı demək cahiliyyət adətlərindəndir. Üzünə döyən, yaxasını cıran bizdən deyildir. Belə ki, onun əmisi Həmzə şəhid edilmiş və nəşi təhqir olunmuşdu. Peyğəmbərimiz ondan sonra heç vaxt əmisi Həmzənin müsibəti qədər böyük bir acı yaşamamışdı. Buna baxmayaraq, o əmisinin şəhadət gününü matəm və hüzün gününə çevirmədi. Peyğəmbərin vəfat etdiyi gün İmam Əli də belə bir şey etmədi. Həsən və Hüseyn də atalarının şəhadət günündə bu cür davranmadılar. Biz də Peyğəmbərin bu hidayət yoluna, İmam Əlinin və onun 2 oğlu Həsənlə Hüseynin davam etdirdiyi bu nümunəyə tabi olaraq Hüseynin şəhadət gününü fəryad və sinə vurma gününə çevirmirik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların hidayət yoluna tabi ol. Aşura gününə gəlincə, o Allahın Musanı əleyhissalamı və qövmünü xilas etdiyi bir gündür. Peyğəmbərimiz Muhammed Allaha şükür əlaməti olaraq həmin gün oruç tutmuşdur. Biz də bu işdə Peyğəmbərimizə tabi olaraq həmin günü oruç tuturuq. O, eyni zamanda Peyğəmbərimizin nəvəsi Hüseyn ibn Əlinin şəhid edildiyi gündür. Biz bu gündə başımıza gələn müsibətə görə səbr edir və mükafatını Allahdan diləyirik. Beləliklə, biz müsəlmanlar üçün bu gündə 2 məqam birləşmişdir. Musa Peyğəmbərin xilas edildiyi gün olduğu üçün şükür məqamı və Peyğəmbərimizin nəvəsinin şəhadəti ilə sarsıldığımız üçün səbr məqamı. Necə ki, Ramazan ayının 17-ci günü həm Furqan, haqla batilin ayrıldığı, Bədir döyüşü günü, həm də möminlərin əmri İmam Əlinin şəhadət günüdür. Eləcə də Rabiul Avval ayının bazar ertəsi günü həm Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin doğulduğu, həm də vəfat etdiyi gündür. Deməli, bu məqam biz müsəlmanlar üçün həm şükür, həm də səbr məqamıdır. Allahın Peyğəmbəri Musanın xilas olması münasibəti ilə Rəsuluna tabi olaraq şükür orucu tuturuq. İmam Əli demişdir, Məhərrəmin 9 və 10-cu gününü oruç tutun. Çünki bu bir ilin günahlarına kəffarədir. İmam Bəqir demişdir, Aşura orucu bir ilin günahlarını silər. Peyğəmbərimizin nəvəsinin şəhadətinə görə isə savabını Allahdan gözləyərək bu müsibət qarşısında istirca edir, müjdələnmiş səbir sahibləri kimi belə deyirik.
Biz Allaha məxsusuq və mütləq ona tərəf dönəcəyik. Son olaraq, əziz izləyicilər, gəlin niyyətimiz haqqı axtarmaq və onun izinə düşmək olsun. Allah səni haqqa müvəffəq etsin. Sən Əli ibn Əbu Talibi özünə örnək götür. O hələ gəncliyinin və yeniyetməliyinin ilk şağlarında olmasına baxmayaraq, cahiliyyət əhlinin tutduğu yolu tərk etdi. Haqq əhlinin zəifliyinə, haqqa dəstək olacaq kəslərin azlığına baxmayaraq, Allahın doğru yoluna və Muhammedə nazil olan nuruna tabi oldu. Onun gəncliyi, habelə həm Allah Rəsulu ilə keçən, həm də ondan sonraki bütün həyatı haqq üzərində sabit qalmağın və haqqı müdafiə etməyin böyük bir nümunəsi idi. Allah səni haqqa müvəffəq etsin. Bil ki, ömür çaşqınlıq və tərəddüd içində hədər edilməyəcək qədər qısadır. Buna görə də hər birimiz var gücü ilə haqqı axtarmalı, Allaha sığınaraq ondan kömək diləməli, ona dua etməli və ixtilaflı məsələlərdə öz izni ilə həqiqəti bizə göstərməsi üçün israrla ona yalvarmalıyıq. Ondan diləməliyik ki, bizi öz razılığına aparan yola yönəltsin və bizi özünün doğru yolundan ayırmasın. O yol ki, Allahın nemət verdiyi peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salih bəndələrin yoludur. Onlar nə gözəl yoldaşdırlar. Hamımız bilməliyik ki, əgər Allah bizə rəhm etməzsə və öz rəhməti ilə qəlblərimizə hidayət etməzsə, biz həmişə çaşqınlıq və zəlalət, azğınlıq içində qalarıq. Bu, Allahın hidayətidir. O, bəndələrindən istədiyini onunla doğru yola yönəldər. Əziz izləyicilər, bu mövzunu dəlilləri və mənbələri ilə daha ətraflı oxumaq istəyənlər sunna.az saytımıza daxil olaraq ekranda gördüyünüz bu risalədən faydalana bilərlər. Linki videonun açıqlama bölməsinə qeyd edəcəyik. Uca Allahdan diləyirik ki, bizi Peyğəmbərin və onun əhl-i beytinin getdiyi doğru yola yönəltsin. Onlara ən gözəl şəkildə tabi olanlardan etsin. Əmin.